Bala, sən niyə bizi biab verirsən? Avropa nədir? Avropaya getmək nədir? Sən mujiksən, bala. Mujik. Saratova gedər, Omska gedər. O da ki, alverə, karolok vurar. Onu da sonra orada satır, onun yerinə dublyonka, nə bilim, prosep, Juguli motoru, Moskovski şaqarat alıb gətirir. Mən karolok satmağa getməyim. Londona network marketing üzrə PR menecer olaraq gedirəm. Yenə başladı. Ağzına gələn nə danışsan, bala? PR nədir? Menecer nədir? London haradır? Sənin də bu su pişməkdən beynin təmiz qılıyır. Onu deyirəm mən. Asfi deyirəm. Deyirəm, görəsən mən bu uşağın tərbiyəsində harada boşluq eləmişəm ki, indi qayıdıb mənə deyir ki, dədə, mən gedirəm Avropaya. Yalan aparlardı. Nə tər yalan aparlardı? Akif, özüm bilsən də mənim anam olmur. Özüm də sizin qapıda vermişim. Rəhmətli anam bir tikə sevəndə bir tikə də mənə verdi. Amma atam olub, hər ikimiz atır. Yadıma gəlir ki, indiyə kimi sənin atın, mənim atam başımıza bir dənə sığal çəksin. Sığal nədir? Mənim dədəm mənim üzümə gülmür. Mənki də həmsin. Sən niyə? Çünki onun da atası olmur. Onlar da sən niyə gülmürlər? Çünki onların da atası gülmür. Hospisak bu yançı uzanır. Hamı zəncir var edir. Bunlar hamısı travmadır, duşaq. Travma nədir? Bəs də şey pis baxtları bozu da travmadır. Ged bu uşağı qayğı göstər də, bir başına sığal çək, bir parka apar, bir də əlinə pambıq al ver. Fatma. Pardon parka. Karuseline kim bindirdim? Pambığına kim aldım verdim? Dedim indi. Buna bir yerden ben biraz sert atılmışım. Ondan çok öyle vakti tutmamışım. Dedi xeyri yoktu. Kararım qətidir. Gedim. Ben de ana kimi uşaq düşdüm üstüne. Yani her gün evlen, uşağın başını yedim. Belki də ona görə çıxıb getmək istəyir. Özünüzə günah axtarmayın. Ata, nə sən çox sərt olduğuna görə gedirəm. Ana, nə də ki, sən hər gün evlən dediyinə görə. Böyütmək lazım deyil. İşlə bağlı olan bir şeydir. Yaxşı təklif gəlib, mən də dəyərləndirirəm. Hər şey yaxşı olacaq, narahat olmayın. Mən gedirəm, özünüzdən müğayət olun. Darıxacam sizin üçün.